sütundaşları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, görməzlər. يجعلون أصابعهم في آذانهم من الصواعق حذر الموت والله محيط بالكافرين. والذين من قبلكم لعلكم تتقون الذي جعل لكم الأرض ماء فأخرج به من الثمرات رزقا لكم. Onlara ışık verdiği zaman gelirler. Üzerlerine karanlık çöktükse dayanıp durun. فإن لم تفعلوا ولن تفعلوا فاتقوا النار التي وقودها الناس والحجارة أعدت للكافرين. ولهم فيها أزواج مطهرة وهم فيها خالدون. إن الله لا vardır. Meyvelerinden bir ruzi yedikleri zaman bu bizim evvelce yediğimiz ruzidir diyecekler. Aslında ise bu onlara benzer olarak verilmişti. Onlardan ötürü orada kaç sözler de var. Onlar orada ebedi kalacaklar. Elbette Allah alçalananı veya ondan daha büyüğünü misal getirmekten çekinmez. فأما الذين آمنوا فيعلمون أنه الحق من ربهم وأما الذين كفروا فيقولون ماذا أراد الله بهذا مثلا وعد الله من بعد ميثاقه ويقطعون ما أمر الله به أن يوصل ويفسدون في الأرض أولئك هم الخاسرون. İman getirenler bunun öz Rabbi tarafından bir hakikat olduğunu bilirler. Birleştirilmesini buyurduğu şeyleri parçalayır ve yeryüzünde fitne fesat törədirlər. Məhz belələri ziyana uğrayanlardır. كيف تكفرون بالله وكنتم أمواتا فأحياكم ثم يميتكم ثم يحييكم ثم إليه ترجعون. Şüphesiz ki siz ölüydünüz, o sizi diriltti, o sizi yine öldürecek, sonra yine de diriltecek ve daha sonra siz ona taraf kaytarılacaksınız. Yeryüzünde ne varsa hamısını sizin için yaradan, sonra semaya yüz tutarak أعلم ما لا تعلمون وعلم آدم الأسماء كلها ثم عرضهم على الملائكة فقال أنبئوني بأسماء meleklere göstererek doğrusunuz
Duamız Allah hiç vakit milletimden dönmez. Yoksa Allah'a karşı bilmediğinizi söyleyeyim. Yani günah kazanan ve kazandığı günahlarla ehate olmayacaklar. Ve orada müşterek karşılar, iman götürenler ve yakşı işler görenler ise değişikler. Ali. Şeçer, o evde şeçer değil. İnşallah Teala bu məscidə mənim də birinci gəlişimdir və həm də İmam Zamanın atası 11-ci İmam Həsən Əskər əleyhissalamın mövlududur deyə mübarək bir günə təsadüf elədi. İnşallah həm bu məscidə girişimi və həm də o ağanın mövludunun inşallah təbriki niyyəti ilə bir neçə ilahi vəhidən oxuyum, sonra inşallah tədbirimizi davam edək. Allahümme salli alə Muhammedin və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Subhanellezî yesra bi'abdihi leylen minel mescidil haram ilel mescidil aqsa ellezî bârekna havlehu linuriyehu min âyâtinâ innehu huves-semî'ul basîr. وآتينا موسى الكتاب وجعلناه هدى لبني إسرائيل ألا تتخذوا من دون وكيلا ذرية من حملنا مع نوح إنه كان عبدا شكورا ثم رددنا لكم الكرة عليهم وأمددناكم بأموال وبنين وجعلناكم أكثر نفيرا إن أحسنتم لأنفسكم وإن أسأتم فلها وإذا جاء وعد الآخرة ليسوء وجوهكم ليدخلوا المسجد أما دخلوه أول مرة وليتبروا ما علوا وتطبيرا صدق الله العلي العظيم. İmam Həsən Əskəri ruhuna səlavat ihsan edək inşallah.
hörmətli mövlud və tədbir iştirakçıları, ilahi məkana, məscidə cəm olanlar, öz adımdan və mənlə iştirak edən hörmətli qonaqlarımızın, Ağay müəllimin, Şakir müəllimin, Nazır müəllimin və cümlə əzizlərin adından sizi bu müqəddəs və mübarək gün İnşallah xatirinə səmimi qəlbdən təbrik edirəm və bir ruhani kimi bu məscidə də və bunun əhlinə də və bu kənd əhalisinə də inşallah xeyir dua verirəm. Ümid edirəm inşallah Taala bu ilahi məkanda qəlblərimizin Allaha sarı getməyində və mənəviyyatımızın daha da saflaşmağında bu ilahi məkan bizə bir gözəl vasitəsi, yardımcı, köməkçi olacaq. İmam Həsən Əskəri əleyhissalamın bugün mövlud günüdür və bu münasibətlə bizlər bura cəm olmuşuq. Müxtəsər də olsa, mən bir neçə dəqiqə o Həzrətin barəsində müxtəsər məlumat vermək istəyərdim sizə xidmətçi. O Həzrət Hicri qəməri tarixinin 323-cü ilində bu günündə dünyaya göz açıb və dünyaya göz açanda atasının 17 yaşı vardı. Yəni İmam Əli Yənnəqinin. Və bilirsiniz ki, qeyri-adi bir şəxsiyyətdir İmam Həsən Əskəri. Çünki İmam zamanın atası olmaq hər kəsin şəhnində olmayan bir məsələdir. Əlbəttə o Həzrəti tanımaq bizlərə müəssər mümkün deyil. Sadəcə bir həddə biz o öz elmi üfüqümüzdən baxışımızla sadəcə təyin edilir. Həqiqət ondan da yuxarıdadır ki, belə bir şəxsiyyətin bəşəriyyətə bütün fikrani zülmətdən nicat verənin atası olmaq təbii ki, qeyri-adi bir məsələdir. Çox da bizə görsənən kimi adi deyil. O Həzrət elə dünyada yaşadığı müddətdə də böyük zəhmətlərə təhəmmül edib, tab gətirib. Səbəb budur, çünki ondan sonra 12-ci imamın qiyamətə qədər məlumdur, bəlkə də 1000 illər çəkəcək, cəmaatın gözündən itəcək və bu hadisəni cəmaat çaşmasın deyə, dindən uzaq düşməsinlər imamı görməməklə birinci növbədə məmur idi imamın, cəmaatın gözü qabağında olmamaq məsələsini cəmaata neyniyə çatdıra və cəmaatı imamsız yaşamağa öyrəşdirə. Birinci imam idi ki, cəmaatı imamsız yaşamağa adət elətdirdi və öyrəşdirdi və bu vəzifə düşdü İmam zamanın atası ki, bugün siz mövluduna cəm olmuşsunuz, İmam Həsən Əskəri əleyhissalamın çiyninə düşürdü və qeyri-adi bir məsuliyyət, ilahi bir vəzifə idi o Həzrət Allah Taala tərəfindən. O Həzrətin anasının adı bir yerdə hədis, bir yerdə isə Səlil. Əksər hədislərdə, əksər rəvayətlərdə o Həzrətin anasının adı Səlil xatun gedibdir. Atası da bilirsiniz 10-cu İmam Əli Yənnəqi əleyhissalamdır. Bir neçə o Həzrətin möcüzatı olub ki, tarixdə, hədisdə var ki, elmi cəhətdən Kəndi adında bir filosof, o zaman İraqın ən nüfus sahibi olan filosofu sayılırdı, Kəndi adında bir filosof. Elmi o həddə çatmışdı ki, hətta bir kitab yazmışdı, Tənaqusul Qur'an, yəni Qur'anın qusuru. Kəndi adında bir filosof, elmi cəhətdən o qədər elmdə qabaqda idi öz zamanəsində, yeganəsi idi filosofun fəlsəfədə, hətta Qur'anın qusuru adında və Qur'anın ziddiyyəti barəsində bir kitab yazmağa cəsarət eləmişdi. Və bu xəbər gəldi İmam Həsən Əskəri əleyhissalama çatdı ki, həmən filosof Kəndi bu da bir kitab hazırlayıb və bu yaxınlarda nədir, umum oxuculara belə deyə təqdim edəcək. İmam Həsən Əskəri əleyhissalam burada məgər sizin içərizdə bir nəfər yoxdur ki, o filosofun qarşısına bir elmi mətləb qoya və onu bu Allah bəyənməyən işindən dayandıra. Ki, Quranda qusur yoxdur, Quranda ziddiyyət yoxdur. Dedilər, biz hamımız elmdə ondan aşağıdayıq. Ona biz nə irad tuta bilərik? Desək, o bizi elmlə, bizim dildə desək, doğru dili, bağlayar, elmdə bizə qələbə çalar və biz onun şagirdi olduğundan o Qur'anın qusuru, Qur'anda olan ziddiyyət kitabını yazmağa başlayanda heç birimiz onun əleyhinə çıxış eləyə bilmədik. İmam buyurdu, mən sizə yol göstərdim, İmam Həsən Əskəri. Yolu budur
Gedin, həmən o filosof ki, sizin ustadınızdır. Gedin, onunla təkbətək oturun və mülayim danışın. Onun elminə qiymət verin, şəxsiyyətinə hörmət verin. Sonra isə ona bir sual verin, çün o alimdir deyə, o başa düşəcək səhvin. Bu alim insanda səhv olur. Alim də bir gözəl cəhəti budur ki, alim səhvin dərk edir ona deyəndə. Amma cahil yox, elə bilir ki, onda eyib tuturlar. O da səhvi tuturlar. Alim də onu neyir, qəbul edir və təşəkkür edir. Həzrət Əlinin kəlamındadır. Sənin gözəl qardaşın xislətindən budur ki, sən eybi, sənsən açıqlıyla. Bu səni istəyən budur, səni düzəltmək istəyir. İmam Həsən Əskəri dedi, çün o alimdir deyə o öz eybin başa düşəcək və islah olacaq. Dedi, biz ona nə deyək? Dedi, gedirsiniz, onunla gözəl rəftar edirsiniz, danışırdan sonra və o filosofa, alimə belə bir sual verirsiniz ki, sən ki, bu tənaqüsül Qur'an, Qur'anın qüsuru yazsan, Qur'anda olan ziddiyyəti çıxarıbsan ortaya, ola bilərmi ki, indi bu kitabın sahibi o sözü orada yazanda fikri ayrı bir məsələ olub ki, sən başa düşsən. Mesela bəzən şeirdə var, biri bir şeir deyir, bugün Nizami-şünas, Nəsimi-şünas, Füzuli-şünas, bunu gərək açaq ki, doğrudan da o Füzulinin məqam, məramı ilə nədir, üst-üstə gələ və bunu bir həddə sabit eləyə çıxar, ortaya deyə, bəli, sən düz elə bu idi. Dedi, bu sualı ona verin, ola bilər Allah bu kəlməni ki, Quranda deyib, Allahın fikri ayrı bir şeydir, amma sən ayrı bir şey başa düşmüsən, müəllifin fikri ayrı bir şeydir. Bu mümkündürmü? Və bu da gəlir belə salamlaşandan sonra eyni həmən sualı verir ona, şagird öz ustadına. Kidir, mümkündür Allahda bu ayə gəlib Allahdan, Allahın fikri bu ayədə məqsədi ayrı bir şeydir. Amma sən bəşəri elminlə cəmi bu qədər başa düşürsən, tam başa düşməmsən, filosofdur deyə deyir, bəli, bu mümkündür. Və dərhal yazdığı o mürəkkəb əlində saxlayır, qalxır ayağa. Deyir, bu sualı sənə kim öyrədib? Dedi, bu mənim zehnimdə gəldi, zehnimdən gəldi və sizə dedi, sənin kimilər hələ elm və mərifət baxımından o məqama gəlib çatmayıb ki, bu cürə suallar verə bilsin. Sualı vermək adamın elmin çatdırır. Sual vermək çətindir, cavab ya bilirəm, deyirəm, bilmirəm, öyrənərəm. Sualı verəndən mən bilirəm o sual verənin ağlı nə həddədir. Dedi, mümkündür, çünki sənin ağlın, elmin, mərifətin axı çatmayıb, ora sən mənə bu cür sual verə biləsən. Meydana belə bir sual qoyasan. Yallah. Hə. Dedi, yox, özümdəndir. Dedi, mümkün deyil, mən bunu qəbul eləmərəm. Gördüm, yox, başa düşüb, qayıtdım, dedim, bəli. Məni sizin yanınıza İmam Həsən Əskəri göndərib və buyurub üçün o alimdir, filosofdur və o sualdan öz səhvini anlayacaq və düzəliş verəcək səhvinə. Dedi, bəli, belə bir sual elə o cürə insanlar verə bilər. Dedi, dərhal alim olduğundan səhvin başa düşdü, bir ömürdür, məsələn, bəlkə də 10 ildə işləyirmiş o əsərin üstündəki Qur'anın ziddiyyəti, Qur'anda çatışmayan zəhər hazırlamışdı və bir anda nədir, İmam Həsən Əskərinin o sualı ilə başa düşdü, bəli, mümkündür Allahın fikri bu ayədən, bu sözdən məqsəd tamam ayrı şeydir, amma mən bu həddə başa düşmüşəm. Tamam yazdıqların əmr elədi şagirdlərinə, ocaq qalaqdırdı və yandırdı. O Həzrətin bir möcüzəsini dərz edeyim və sözüm tamam. Möcüzəsi çox olub, buyurur ki, Şədric adında biri deyir, mən elə vaxt olmadı onun yanına girib çıxam, məgər hər girib çıxanda bir möcüzə inanırım. Bir dəfə deyir, gəlmişdim, gələndə mənə dedi, sən istəyirsən ki, öz malından filan qədər xum sayırıb bizə gətirəsən. Bir dəfə gəldim, mənə dedi ki, sənin filan adamın ölübdür və sən onun barəsində xoşa gəlməyən sözlər demişən, indi peşimansan. Dedim, belədir və bir dəfə də gəldim, gördüm o Həzrət Əli ilə nəsə yazır, elə ki, deyir ki, namazın vaxtı idi, qələmi qoydu, getdi yazmağa, o ki, namaz üstəydi, gördüm, qələm ta o vərək qutarana qədər, o dəri qutarana qədər özü başladı işə, mən qorxumdan düşdüm səcdiyə. Mən qorxumdan səcdiyə düşdüm. Yəni, olmadı bir dəfə o Həzrətin hüzuruna girəm və qeyri-adi bir nəli, ilahi bir təzəldə o Həzrətin hüzurundan görməyəm. Ümid edirəm inşallah, bugünkü günlərdə o Həzrətin inşallah, o bərəkətli vücudundan, ruhundan Allah Teala inşallah bizlərə də bir xeyir qismət eləyər, xüsusilə tədbir iştirakçıları və Allah Teala o Həzrətin xatirinə ölkəmizə əmin-amanlığın nazil eləsin. Allah Təbarək və Teala Ali Muhammed xatirinə bizi Əhl-i Beytdən
ayrı salmasın inşallah. Yanımda mənim möhtərəm əzizlərim iştirak edir inşallah taala. Bəli, yəni inşallah sözü də var buyuracaq və İmam Həsən Əsgəriyə salavat ehsan eləmək şərti ilə sözü Qağay müəllimə verirəm. Buyurun inşallah. Hörmətli din xadimlərimiz, hörmətli burada iştirak edən yardımlı sakinləri, Çayüzü kəndinin sakinləri, hörmətli icra nümayəndəmizin nümayəndəsi Azər müəllim Şakirlər. Mən bugün Dini Qurumlar üzrə Dövlət Komitəsinin Cənub şöbəsinin nümayəndəsi kimi bu Mövlüd günü sizin hamınızı salamlayıram və bu Mövlüd günü sizi təbrik edirəm. Allah Taala sizin arzularınızı, sizin istəklərinizi gerçək etsin. Bugün mən həm də məlumat üçün sizə bildirim ki, 2 gün bundan qabaq, 3 gündür Lənkəran şəhərindən Dini Qurumlar üzrə Dövlət Komitəsinin regional konferansı keçirildi. Haman konferansda Yardımlar Rayonundan din xadimləri iştirak edirdi. 2 günlük konferans keçirildi. Bu konferansda Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Cənab Elşad İskəndərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqazın şeyxi Şeyx İslam Hacı Allahşükür Paşazadə və digər din xadimləri və ziyalı insanlar iştirak edir. Ən əvvəl həm də onların orada Cənub bölgəsinə söylədiyi salamın sizə çatdırdım. Bugün bilirsiniz, dövlət və Dini Qurumlar üzrə Dövlət Komitəsi əhali ilə, dindarlarla sıx əlaqəli olub fəaliyyət göstərir. Və ilk əvvəl bu Sovet hökumətindən sonra, yəni dinsizlik bir dövrdə keçəndən sonra, dini yeni hakimiyyətimiz, müstəqillik qurulandan sonra dində yeni bir dirçəliş oldu. Bizim regionumuz, bizim əhalimiz bu dini hələ o qadağan olmuş dövrdə də saxlayıb qorumuşdur. Sonraki dövrlərdə daha çox vüsət aldı. Bildiyiniz kimi, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə ikinci dəfə gələndən sonra dinlə, məscidlə həmişə bağlı oldu və Qafqaz Müsəlmanları İdarəsi, Qafqaz Müsəlmanları şeyximizlə daim əlaqəli olub, mövlüdlərdə, Ramazan bayramında, iftar süfrəsində həm də Təzəvvür məclisində iştirak edir. Bütün tədbirlərdə də, digər tədbirlərdə də iştirak edir. Onu da qeyd eləməliyəm ki, ümummilli liderimiz Azərbaycana ikinci dəfə hakimiyyətə gələndən sonra ikinci böyük səfəri Məkkə şəhərində olmuş və Ümrə ziyarətində olmuşdur. Və bununla da, o tədbirdə də qeyd olundu, mən də bildirirəm ki, bununla da ümummilli liderimizin dinə bağlılığı, baxmayaraq ki, Sovet hökuməti dövründə din qadağan idi, yəni dinə münasibəti göstərə bilmirdilər. O dövrdə, yəni bu səfərlə özünün dinə bağlılığını bir daha sübut edər. Və məsciddə çıxış eləyəndə, Təzəvvür məscidində vətəni sevmək, Peyğəmbərimizin kəlamı ki var, vətəni sevmək imandandır. Deməklə, hər bir vətəndaşımızın, hər bir dövlət adamının, hər bir insanımızın öz vətəninə sadiq qalması, vətəninin sevməsi önə çəkdir. Yəni ki, bizim bilirsiniz ki, bizim vəziyyətimiz, bugün qonşu dövlətimiz, mənfur düşmənimiz bizə, yəni bizim torpaqlarımızı işğal edib. Bunun üçün bizim dindarlarımızın, vətəndaşlarımızın hamısının birliyi çox vacib olan bir şeydir.